Selamünaleyküm, hər vaxtınız xeyir gözəl insanlar. Bax, bundan öncəki çəkilişdə avatar kişmişinin sahədə olan vəziyyətini keçənki çəkilişdir. Bu iki çəkilişi də şəxsən mən özüm edəcəm. Amma həmən yerdən, sahədən gələn avatar kişmişləridir. İndi kimlər ki deyir, mən falan yerdən belə aldım, falan yerdən belə aldım. Alırsan, Allah canını sağ eləsin. Nə çıxıb çıxmayacağı barədə zəmanəti var, zəmanəti yox, bilmirəm. Amma bu avatar kişmişlərinin zəmanəti mən özüməm. Sahəni də qoymuşam orada, sahə də oradadır. Düzdür, yaz vaxtıdır, yeni çiçəkdən çıxan vaxtıdır. Hamısı yetişmiş halda, həmən yetişmiş halda olan video çəkilişi də bu il sentyabrda şəxsən mən özüm edəcəm və ondan sonraki hansı sahədə, hansı ondan sonraki üzümlər olacaq, onların çəkilişini edəcəm. Yəni kimsə narahat olmasın ki, mən bunu bu qiymətə aldım və başqa yerdə başqa bir qiymətə verirdilər və başqa bir yerdə ondan da aşağı qiymətə verirdilər. Məsləhət sizindir. Hardan aldığınız yerə, məkana fikir verin. Hansı məkandan nə alırsınızsa da, görün o məkanda oturub daimi işi görən insan var, yoxsa yox. Yoxsa bu günləri iş görür, sabah kələm satır, öbürsü gün xiyar satır. Yəni belə şeylərə fikir vermək lazımdır. Mən məhsulumu verirəm və məhsuluma başıma cavabdəyəm. Qaldı ki, kim ki deyir ki, bunların niyə boyları balacadır? Normativdə bu kəsilməlidir. Bu kəsilməsə kökə verməyəcəkdir. Qaydalar var. Qaydalar başa salınır, heç kim ondan ziyanı tapa bilməz. Kim üçün ehtiyac olsa, avatar kişmişləri saydalı çoxdur. İnşallah payızda da yenə də çəkilişlərini edəcəm. Bundan sonraki mərhələdə hamısı qablardadır. Göyərmiş vəziyyətlərə yenə də əkmək olar, heç bir fərq dəyişmir. Allah köməyiniz olsun, sağ olun.